Salam dəyərli izləyicilərim. Mən Rəysaz Eşan Usta yenə də sizinləyəm. Bu günləri mən gördüyünüz kimi Hyundai Sonata markalı avtomobilinin çəkilişini ilə edib sizə göstərmək istəyirəm ki, maşın yanıma polirovkaya gəlib və belə deyək, rəngdəki hamı bilir rəngin adını. Burada mən sizə deməli nələri göstərəcəm. Maşın belə vizual olaraq belə əladır. Yəni polirovka olunmasa da olar, amma olunsa daha yaxşı olar ki, çünki elə qüsurlar var ki, maşında ləkələr var, yəni dərin ləkələr ki var, onlar hansı ki, onlar moykada yəni getmir. Bu maşın polirovka olunmalıdır. Bunları ətraflı olaraq mən sizə göstərəcəm. İndi keçirəm əsas bagaj hissədən. Bagaj hissədə deməli burada bir dərin bir cızığımız var. Ola bilər ki, bu dərin cızıq, bilmirəm, ola bilər ki, getməsin. Çünki elə dərin cızıqlar var ki, getmir. Amma ləkələri görürsünüzsə, belə deyək, beskraska olduğuna görə maşın, dərmanda net olanda belə bir fəsadlar törədir. Yəni, bunu əməlli başlı sizə deyim, biləsiz. Dərmanda net olanda beləsinə bir fəsadlar törədir. Bu saat göstərəcəm o fəsadları. Bax, belə bir ləkələr görürsünüz. Əgərsə ləkələri görürsünüzsə, yəni kraskada yəni belə bir ləkələr var. Maşın ümumiyyətlə bez kraskadır. Bütün hər bir hissəsində işıq düşən yerlərə nəzər etsəniz görəcəksiniz. Hər bir hissəsində yəni var, bütün detallarda yəni var. Bu saat buradan da göstərəcəm sizə. Kapotda da var. Bu hissədə mən nümunə olaraq yüngül, az bir miqdarda polirovka etmişəm. İndi bunu sizə göstərəcəm. Burada qutarır kraska. Polirovka burada qutarır. Ləkəni görürsünüzsə, ləkə var. Amma burada isə yoxdur. Əgərsə fikir verirsinizsə, yoxdur. Amma bu hissədə ləkələr var. Bu hissəni mən polirovka etmişəm, yüngül. Prosta sadəcə olaraq prob qoymuşam, yəni bir qat eləmişəm. Maşın 3 qat olunacaq. Bu saat göstərəcəm, ətraflı olaraq sizə göstərəcəm. Gedirəm, burada ləkələr başlayır. Yəni, belə ləkələr və xırda cızıqlar ki var, bunları da mən sizə göstərmək istəyirəm. Belə bir cızıqlar da var. Bəzi yerlərdə var, bəzi yerlərdə yoxdur. Amma mən maşını qətiyyən şkurka vurmayacam. Sadəcə olaraq mexlə və belə deyək, dalıcada qubqalarla, eksentrik aparatından istifadə edəcəm. H9, P6, P3 və dalıcada bu komponentləri işlədəcəm. Axırda da qara olan yerlərdə внешне plasmasları qaraltmaq üçün qox məhsulunun belə bir qaralıcı vasitəsi var. Çox gözəldir, qalıcıdır. Maşının demək olar ki, hər bir yeri yəni sadəcə olaraq işıq düşən yerlərə nəzər edin. Hər bir yeri yəni elədir. Damında da var. Damda da demək olar ki, damda daha çoxdur. Böyürlərində də var. Saat göstərəcəm sizə. Hər bir hissəsində var. Tam tuta bilmirəm, amma nə qədər də olmasa bunu çəkib sizə göstərmək istəyirəm ki, belə deyək, ləkələri. Bacardığım qədər çalışacağım ki, telefonla nəsə tutum sizə göstərim. Yəni, maşın hər bir hissəsi yəni belədir. İşıq düşən yerlərə baxsanız görəcəksiniz. Belə bir şəkildə. Görürsünüzsə, ləkələr var. Maksimal dərəcədə çalışacağım ki, polirovka edeyim. Stoplar, zatlar, fara, mara, hamısı otido
Arxada heç nə bağlamamışam. Akuratla səliqəli şəkildə başlayacağam bir-bir hamısını dənləməyə, belə deyək. Şüşələrdə də var, şüşələrdə ləkələr daha çoxdur. Bu ləkələr belə deyək, yəni su ləkələri yəni getmir. Görürsünüzsə burada işıq düşən yerlərdə baxsanız görəcəksiniz. Yəni su ləkələri getmir. Şüşələrdə də var, hər bir şüşələrində var. Qabaq patpresdə də, dəyərli izləyicilər, mən qabaq patpresdə belə bir mexdən istifadə edəcəm ki, belə deyim ki, yəni maksimal dərəcədə ləkələri götürə bilim. Və burada bir şey var, avtomobilin sahibi, yəni məndən xahiş elədi ki, burada vaxtı ilə maşın ayrı ölkədən gələndə burada nəsə eləyiblər, cızıq qalıb belənsinə. Markerin izi qalıb burada, bilinmir. Marker, mənim başım çıxmır. Bu marker necə marker olub qalıb burada cızığı. Şüşədir deyə tam tuta bilmirəm, amma əlimi qoysam haradasa təqribi sizə göstərə biləcəm ki, cızığı görürsünüzsə şüşədə. Ləkədir, nədirsə bu. Bunu da çalışacağım ki, yəni götürüm, bərpa eləyim. Həmçinin də lüku da götürəcəm, lükda da. Yəni, ləkələr yəni lükda da var, görürsünüz. Sidirəm, yəni, ləkələr var. Damda da ki, hər yerdə var oxşum ləkə, belə deyək. Bütün şüşələrdə, zıtlarda da var. O baxımdan maşını bütün hamısını, belə deyək, sadəcə olaraq abrisovkaya girməyəcəm. Bu hissələrə qədər girəcəm. Aparat girən yerlərə maksimal dərəcədə girə biləcəm. Bu hissələr xromdur, yəni qara xromlardır, bunları etməyəcəm. Xrom təmizləyən dərmanımız var, yəni bundan maksimal dərəcədə bazardan qədər çalışacağım ki, xromun ləkələrini götürüm, amma daş izlərimi deyim və skolların izlərimi deyim, bozarma, saralma, yəni dərman belə şeyləri götürmür, sadəcə olaraq xromu təmizləyir, belə deyim. Bu qədər dəyərli izləyicilər, inşallah bunu tam maşını qutarandan sonra ətraflı olaraq bir də sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, mən maşını polirovka eləmişəm. İndi sizə göstərəcəm ki, düzdür, dərin cızıqlar ki var idi maşında, yəni getmədi onlar. Düzdür, çox dərinliyə getsəm, düzdür, bazaya da gedib çıxa bilərəm, amma belə deyək, ehtiyac yoxdur, yəni ki, dərin cızıqları tam dərindən götürmək riskli məsələdir. Ona görə də maksimal dərəcədə, yəni mən maşını düzdür şkurkalamamışam. Şkurkalasaydım onları götürə bilərəm, amma gələcəkdə hansısa bir usta polirovka etsə, ola bilər ki, həminki yerlərdə, yəni cüzi bir səhvə yol versə, həminki yerlərdə kraska açıla biləcək. Ona görə də o şeylərə yəni mən getmədim. Burada sizə göstərdim. Burada ləkələr ki var idi, su ləkələri ki var idi. Bagajın üstündə və ümumiyyətlə patpresdə. Bunu da vaxt ilə kraskalamışdılar. Mən bunu şkurkalayıb polirovka etmişəm. Bilmirəm nəyə görə bunu kraskalayıblar. Səbəb nədir? Şüşələrdə nə qədər belə şeylər ki var idi, ləkələr ki var idi, ləkələr hamısı getdi. Dam təmizləndi lükla bir yerdə. Çünki lükda da su izləri var idi, ləkələr var idi. Bilmirəm nəyin izidir, netin izidir, yoxsa netə dərmana, yoxsa net qatırlar, neynirlər, nə iş görürlər, tuta bilmirəm söhbəti. Kapotda da ki, dəyərli izləyicilər, belə bir iki dənə dərin cızıqlar ki var, onlar yəni belə deyək, 1 metrdən yəni görünmür, yaxından, yalnız və yalnız yaxından diqqətlə baxanda görünür. Onlara da yenə dediyim kimi mən çox dərinliyinə getmədim. Çünki bəri başdan yəni maşını dediyim kimi şkurkalasaydım, bütün cızıqları hamısını otuda götürsəydim, bu da belə deyək, həm avtomobil sahibinə, həm də ki, mənim işimə xətər gətirəcəkdi ki, gələcəkdə belə deyək, kraskanın canı qalmayacaqdı. Çünki mikron burada azdır. Belə deyək, riskli məsələdir. Amma qaldı ki, bütün detalların nə qədər, belə deyim, ləkələri ki var idi, ləkələrdən maşın canını qutardı və bütün nə qədər ki, cızıqlar ki var idi, demək olar ki, cızıqların mən 90%-ni götürmə bilmişəm.
10% qalıb, 10% da ki, belə deyim, dərin cızıqlardan ibarətdir. Çünki dərin cızıqları dediyim kimi mən onların hamısını dənləmişəm, amma maksimal dərəcədə, yəni azaltmışam, böyük olduqlarını, yəni azaltmışam, gedənləri isə gedib, yəni maşında qalmayıb. Belə deyim, qabaq tərəfdə bu hissəyə qədər gəlmişəm və bu hissələr polirovka olunub, düzdür, daş izləri var. Mən buna, yəni belə deyək, daş izlərinə bir şey eləyə bilmirəm. Sadəcə olaraq maksimal dərəcədə polirovka eləyib rəngini açmışam maşının. Ən əsası ləkələrdən maşın canını qurtarıb, belə deyək. Maşın bu saat əla bir vəziyyətdədir. Heç bir ləkə yoxdur. Adətən buralarda mən sizə göstərmişdim, ləkələr var idi, şüşələrdə də ləkələr var idi. Mən bu ləkələrin hamısını bircə təmizləmişəm. Heç bir ləkə qalmayıb. Bu da belə damı. Belə bir şəkildədir maşın. Maşın da çox gözəl rəngi var, hamınız bilirsiniz. Qabaq faralar, arxa stoplar və bu lip qoyulublar bura. Bunu da polirovka etmişəm. Maşın tam hazır vəziyyətdədir, belə deyək. İnşallah maşının sahibi gəlib maşını götürəcək. Allahın köməkliyi ilə. Təşəkkür edirəm dəyərli izləyicilərim. Məni izlədiyinizə görə like qoymağı və abunə olmağı qətiyyən unutmayın. Təşəkkür edirəm, var olun.